Salam dostlar. Deməli, Kompa adından hər birinizi salamlayıram. Bugün bizim möhtəşəm bir müsabiqəmizin ümid edirəm ki, eşidirsiniz. Düzdür. Eşidirsinizsə, zəhmət olmasa yazın rəylərdə və mən şərhləri bir daha xatırlayıram. Səhifəmizi izləmək, 2 oyun soyver dostunuzu tag eləmək və işarələdiyiniz dostlar da mütləq şəkildə səhifəni bəyənməlidirlər. Biz 3 raund keçirəcəyik. 3 raund nədən ibarət olacaq? Tutaq ki, hər hansı bir qalib seçildi, 2 nəfəri işarələyib, amma həmin adamın işarələdiyi şəxslər səhifəmizi bəyənməyibsə, biz 1-ci raundu bitirəcəyik. Sonra 2-ci raundda yenə eyni qaydada, bu halda yəni təbii ki, qalib seçilməyəcək həmin adam. 2-ci raund olacaq. 2-ci raund olduğu təqdirdə yenə də bu şərtlərdən birini əməl eləməyən şəxs çıxsa, seçilməyəcək. 3-cüdə də eyni şey baş versə, bu zaman yenə biz qalibi seçməyəcəyik. Məsəl üçün, səhifəni izləyib həmin şəxs 2 nəfər dostunu tag eləyib, amma işarələdiyi dostlar səhifəmizi bəyənməyib. Bu zaman növbəti tura keçəcəyik. Növbəti tur isə sabah olacaq. Yəni, ümid eləyək ki, sizin qalib olacaq şəxs bütün şərtləri yerinə yetirib. Bunun üçün biz qaliblər üçün Comment Picker adında platformadan istifadə edəcəyik. Instagram postumuz gördüyünüz kimi əziz izləyicilər, Novruz bayramı münasibətilə descriptionuna uyğun olan postdur. Həmin postu biz seçdik. Gördüyünüz kimi bu postdur həmin post. Bir daha göstərək. Və aşağı gəlirik. Dublikat, yəni 2 dəfə yazmış, şərh yazmış insanları biz exclude edirik və nəticədə onları filtrləyəcəyik və kommentləri yoxlayacağıq. Kommentləri yoxlayaq. Kommentləri görək nə qədər adam bizə ümumilikdə komment yazıb, nə qədər şəxs. Və təbii ki, bizim şərtlərimizə uyğun olmalıdır. İlk 3 turda qalibi müəyyən edə bilməsək, növbəti tur sabah olacaq. Sabah 17:00-da olacaq növbəti tur. Ümid eləyək. Biz bunun üçün elə birbaşa bitirsin, şəffaflığın olması üçün. Bunun üçün birbaşa tag olunmuş şəxslərin adlarını açıqlayacağıq, axtaracağıq. Həmin adamlar bizə podpiska olublarsa, o zaman biz girib yoxlayacağıq ki, həqiqətən bu adamlar bizə podpiska olublarsa, qalibi açıqlayacaq. Həmin adamlar bizə podpiska olmayıblarsa, yəni bizi izləmirlərsə, şərtlərdən biri deməli riayət olunmur deməkdir və bu da biz qalibi açıqlamayacağıq. Bu məsələ var. Ona görə də mütləq şəkildə gördüyünüz kimi 1097 nəfər komment bildirib və həyəcanlı anlar. 1-ci tura start veririk. 1-ci tur kliklədik. 1-ci tur. Görək kimi seçir. Semral MM adında şəxs 1-ci turda ilk qalibdir. Görək Semral MM adında şəxs kimdir? Bu adamdır. Lakin görək bütün şərtləri. Bu adam bizi izləyir. 2-ci şərt. Bu adamın tag elədiyi 2 nəfər bunlardır. Sultanov, Haşhaş və Mirzəyev adında şəxslərdir. Biz həmin adamları axtaracağıq və profillərinə baxacağıq ki, həmin adamlar bizi izləyir, yoxsa yox. Görək, biz həmin adamlara klikləyək. Həmin adamlar bizi izləmir. Gördüyünüz kimi, həmin adamın işarə etdiyi şəxs bizi izləmir və bu zaman Semral adında şəxs qalib sayılmayacaq. Ona görə də biz nəticədə başqa bir qalibi artıq seçməliyik. Biz yenə start düyməsinə klikləyirik. Görək Həsənov
60. Həsənov 60. Bu profildir. Bu profil bizi izləyir. Bəs dostları bizi izləyirmi? Dostları izləməsi mütləqdir. Çünki biz bu şərt qoymuşduq və qeyd eləmişdik ki, mütləq şəkildə dostları izləməlidir. Dostları izləməsə, yəni tag elədiyi şəxslər bizim profilimizi izləməsə, bu halda biz gördüyünüz kimi bu şəxs də bizim profilimizi izləmir və bugünlük biz sonuncu tura ümid eləyək ki, biz qalibi seçəcə biləcəyik. Sonuncu tura adlayacağıq. Yəni vacib qaydanı unutmayın. Yəni hər 3 şərtə cavab verən şəxs qalib olmalıdır. Burada 2 nəfər dostunu tag eləmək, bizə podpiska olmaq və tag elədiyi 2 nəfər də bizi izləməlidir. Və bugünkü hələlik sonuncu tura gedirik. Ümid edirək ki, sonuncu turda qalibimiz artıq bəlli olacaq və klikləyirik. Yenidən kliklədik və Həmzəyev bu şəxsə baxaq. Digər akonları mən bağlayıram. Bizə rahat olması üçün Həmzəyev bu profildir. Bu profil bizi izləyir. Görək indi onun işarələdiyi dostlar bizi izləyirmi? İşarələdiyi şəxslər bizi izləyirmi? Kopyalayırıq adını və təbii ki, axtaraq və axtarırıq. Və təbii ki, o bizi izləyir. Bəli, o bizi izləyir həmin şəxs və ikinci də izləməlidir. Yəni burada bir nəfərin izləməsi yox, 2 nəfərin izləməsi. Bunu da kopyalayırıq və bu həmin adamı da biz axtarırıq. Ctrl V. Emil Bağırov. Görək o bizi izləyirmi? Təəssüf ki, xeyr. İşarələdiyi dost bizi izləmir və bugünlük 3-cü tur başa çatdı. Və təbii ki, qalibimiz müəyyənləşmədi. Bu halda nə baş verəcək? Yenidən girəcəksiniz bizim bu həminki videoya, həminki paylaşımımıza. Paylaşımın altında da qeyd olunaraq dəyişdiriləcək. Bu description'ın altında qeyd yazılacaq, yenə bir qeyd yazılacaq. Çünki 1-ci tur başa çatdı. Bu o deməkdir ki, 1-ci turdan sonra qalib müəyyənləşmədi. Çünki şərtlərə əməl edən 3 nəfər tapılmadı ilk olaraq. 3 şərtə. 3 şərt budur dostlar. Səhifəmizi izləmək, 2 oyunsevər dostunuzu posta işarələmək, işarələdiyiniz dostlar da səhifəmizi izləsinlər. Bu o deməkdir ki, hər 3 şərt olmalıdır. Yəni siz səhifəni izləmisiniz, 2 oyunsevər dostunuzu postunuza işarələmisiniz, amma həmin dostlar bizim səhifəmizi izləmirlər. Sizin indi bundan sonraki işiniz nə olacaq? Həmin dostlarınızı bizim səhifəmi izləməyə dəvət etmək. Və bir də sabahları saat 17:00-da yenə görüşəcəyik və 2-ci tura start verəcəyik. Çox sağ olun, sizə təşəkkür edirik.